Fiziki səviyyələri daha yüksək olan insanlar isə bu cür alətdən istifadə edərək həmən bu elədiyimiz hərəkətləri daha da çətinləşdirə bilər. Baxın, bunun uzunluğunu nə qədər qısa edərsinizsə, hərəkət o qədər daha çətin alınır. Ona görə bunun uzunluğunu özünüz seçirsiniz və bir tərəfindən düyün bağlayırsınız. Bu düyünü bağladıqdan sonra həmən hərəkətlərə eləməmişdən qabaq sadəcə bu qutu ayaqlarınıza taxırsınız və həmən hərəkətləri yerinə yetirməyə başlayırsınız. Məsələn, göstərirəm. Bismillah. Baxın, elə həmən hərəkət deyil, sadəcə bax bunu taxdım ayağıma. Bax, bu qaydada ki, çıxmasın ayağıma və bu vəziyyətdə durdum və getdik. Həmən bu vəziyyətdə, bax, bu da atma hərəkəti artıq daha çətin oldu və budlara da, qarına da daha çox təzyiq düşür. Sonra bu hərəkət gəlir, həmənki kimi təzyiq daha çox düşür. Sonra bu hərəkət, sonra yana hərəkətlər. Eyni şeydə yenə əks tərəfə. Jgutla yenə eyni şeyləri də əks tərəfə. Durduq, getdik. Bu hərəkət. Sonra düz qaldırmaq. Düz yana qaldırmaq. Hamısını eşitmək, düz yana əymək. Bax, bu hərəkətlər. Hamısı daha da çətinləşir. Hamıya məsləhət görürəm. Başlayanda özü üçün birinci hər hərəkəti hər vəziyyətdə yerinə yetirin. Baxın, görün. Hansı vəziyyətdə siz o hərəkəti azı 20-30 dəfə eləyə bilirsiniz. Və o vəziyyətdən başlayın. Sonra gedər və belə çətinləşdirin. Yəni də mən sizə həm hasant vəziyyətini göstərdim, həm orta gərginliyi göstərdim və həm də yüksək gərginliyi göstərdim. Bu da hərə öz fiziki hazırlığına uyğun bu hərəkətləri seçib yerinə yetirə bilər. Sonra, bunlardan sonra sözsüz ki, qan dövranı yaxşılaşır, insan biraz tərləyir, artıq pi qatının altındakı əzələlər işə düşmüş olur və kalorini xərcləməyə başlayır. Bunu mütəmadi elədikdə pilər artıq enerjiyə çevrilməyə başlayır, parçalanmağa başlayır və bunu da sürətləndirmək üçün hansı maddələrdən istifadə etməlisiniz ki, pi qatı daha tez parçalansın. Sözsüz ki, diyetalara riayət etməlisiniz. Qidanı biraz azaltmalısınız. Ən çoxu da qidadan çörəyi, unu və un məhsullarını, makaronlu, vermişildi, belə şeylərin hamısını çıxartmalısınız. Şəkəri azaltmaq məsləhətdir, ancaq tam imtina eləmək də vacib deyil. Yəni, şəkəri balla, meyvə quruları ilə, xurma ilə əvəz eləmək olar inşallah. Sonra zəncəfil, limon. Zəncəfil, limon, bir də bal. Bunları hər idmandan sonra zəncəfilli su dəmləyirsiniz. Yəni ki, zəncəfili doldurursunuz bir qaynar suya, bir böyük bir litrli bir qabda dəmləyirsiniz. O biraz soyur. Sonra məşq vaxtı onu içməyə başlayırsınız. Hər hərəkətdən sonra bir 3 qurtum onu eləməyə məsləhətdir. Sonra məşq qutarandan sonra da onu mütəmadi içmək, gün ərzində də içmək çox xeyirlidir. Zəncəfil pi qatların parçalanmasını belə deyim də maksimum sürətləndirir. C vitamini, kividir, limondur, bu maddələrdən çox istifadə etməyə məsləhət görürəm. Bunlar da həm xolesterilin azalmağına səbəb olur, həm pi qatının da parçalanmasını sürətləndirən maddələrdəndir. Sonra belə deyim, badlardan nə istifadə edə bilərsiniz? L-karnitin. Bu da yenə də mübadilə prosesini sürətləndirir və pi qatının ərinməsinə səbəb olur. Yəni, bunların hamısını mütəmadi olaraq eləsəz, gündə bir dəfə, heç olmasa hər birini keçsəz, çox böyük xeyrini görəsiniz. Bir ay ərzində, əgər bu diyeta riayət eləsəz, bunları da eləsəz, indi belə deyim də, bir çoxlar sual verəcək ki, nə qədər arıqlamaq olar, neçə kilo atmaq olar. Hər kəsin öz fiziki hazırlığına uyğundur, yaşına uyğundur, köklüyündən asılıdır. Yəni ki, hər kəsə cürbəcür təsir edə bilər. Kimsə 2-3 kilo arıqlaya bilər, kimsə 5 kilo, 10 kilo arıqlaya bilər, kimsə 15 kilo arıqlaya bilər. Yəni bu sizin
nə qədər ciddi yanaşmağınızdan asılı olacaq. Nə qədər ciddi diyetaya riayət edəcəksiniz, nə qədər ciddi bu dediyim maddələri qəbul edəcəksiniz və vaxtında mütəmadi olaraq hərəkətləri nə qədər edəcəksiniz. Bu hamısı bundan asılı olacaq. Bugünkü çəkilişimiz də bu qədər. Hər hansı suallarınız yaranarsa, biz səhər saat 7:00-da, axşam saat 21:00-da Sağlam Həyat Tərzi onlayn efirlərə çıxırıq TikTok kanalımızda. Hər biriniz o efirlərə qoşulub, həm bizlərlə hərəkətlər edə bilərsiniz, həm də öz suallarınızı verə bilərsiniz. İnşallah orada daha ətraflı sizə cavab verərəm. Allah faydalı eləsin, Allah xeyirli eləsin. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkətuhu.